Bu evin çölü bir başqa aləmdir, içi də bir başqa aləm. Əziz izləyicilərimiz, sona kimi izləyin. Gəl Azad. Belə ev satışda olmamışdı. Həqiqətən belə ev satışda olmamışdı əziz izləyicilərimiz. Deməli, evimiz 2 sota yaxın torpaq sahəsində yerləşir. Yəni həyəti balaca qala bilər, evimiz genişdir. Bu həyətini çəkir hal-hazırda. Azad. Həqiqətən satışda belə dizaynda ev olmamışdı. Bax burada qardaş, pultla idarə olunan darvazası, domofonla kimi var. İçində də mebellər də var. Yəni mətbəx mebeli, cürbəcür. Yəni daxil olacaq göstərici. Burada geniş 3 maşınlıq qarajımız. Özdə dizayn olunmuş qarajdır ya. Belə qaraj da satışda olmamışdı. Bax bir dənə qardaş. Bura bax belə. Görürsən qarajı necə belə dekorasiya yaradıblar. Gəl bura. Gəl bura. Qaynana ilə problemi olan gəlinlərə, nəzərinə, ekran başına. Qaynana burada yaşayır, siz 2-ci mərtəbədə. Bu 1-ci mərtəbəmiz. Daxil oldu, dəhlizimiz. Ümumi istif oldu. Mətbəximiz, mətbəx mebelinə kimi hazır. Tvistlər bir qonaq otağı ilə mətbəx bir yerdir. Xudmani. Qaynana evi. Ay sağ ol. Bəh. Bura bizim hamam otağımızdır. 1-ci mərtəbədə. 2-ci mərtəbədə də yerləşən hamam otağımız var. Bütün aksesuarlarımız hamısı yığılıb içində. Buradakı qardaşım bir dənə yataq otağıdır. İndi bax qardaşım, buna bax. Ara divarlar qoşadaşdır. Görürsünüz? 1-ci mərtəbənin periqalotkaları qoşadaşdır. Getdik yuxarı mərtəbəyə. Gəl qardaş. Ehtiyat su çənimiz, motorumuz, kombimiz hamısı hazırdır. Bir dənə, 1-2 dənə mebel götürüb gələcəksiniz bu evə. Bir də pal-paltarınızı yığın, gəlin, köçün, yaşayın. Evimizin yerləşmə yerində deyimizsə, Savalanda, məktəbə avtobus dayanacağına az məsafədə. Daxil olduq. Bəh. Dəhlizimiz, şkaflarımız yığılıb burada. İsti döşəmədir. Mətbəxim, domofondur, qardaş. Mətbəxin bir dənə qapısına bax. Siyirmə. Bura bizim mətbəximizdir. Mətbəx mebelimiz də hazır. Mətbəximiz, dəhlizimiz, bir də hamam otağımız isti döşəmədir. Azad, qardaşım, necədir? Xoşuna gəldi? Dosta qardaşı qismət olsaydı, maşallah. Bu evin maşallahı var. Burada bizim qonaq otağımızdır. Bir də oradan götür TV stendimiz adınız, işıqlarınız adına, hamısı yerli yerində, pərdəsinə kimi var. Gəl bura. Bir dənə dəhlizdə bunu çək. İndi də bunu çək. Gəl. Uşaq yataq otağımız. Allah balalarımızı saxlasın, olmayanları da qismət edir. Bura bizim bir valideyn otağımız. Bir dənə yuxarıdakı yenə də incəliyi çək. Burada bizim bir yataq otağımız. Həqiqətən bu evin sahibi həm evi keyfiyyətli tikib, həm də ki, evə elə bir dizayn verib ki, nə bilim valla. Burada bizim hamam otağımızdır. Bütün aksesuarları, asma tavanı, nə bilim. Görürsən də, qardaş. 2 sota yaxın torpaq sahəsində paket qupsa. Savalan yaşayış massivində. Maçları qəsəbəsi Savalan yaşayış massivində. Gəl burada qardaş, sonlandırıq. Savalan yaşayış massivində, məktəbə, avtobus dayanacağına az məsafədə. Evimizin də start qiyməti neçə idi? 168.000 manat. Əziz izləyicilərimiz, My House izləyicilərinə real alıcıya endirimimiz olacaq. Səhifədə nömrəmiz qeyd olunub. Əlaqə saxlayın, götürək göstərək. Sağ olun bu günə.